Olayı küçede gören herkes tercümlendi. 50'ye yakın Şahta Baba velosipedle Bakı küçelerini gezerek insanlara bayram bu havası yaşadı. Əslində isə bu velosipedlə təşkil olan insanların yürüyüşüdür. Onlar fikirləşiblər ki, yeni il qabağı Şahta Baba qiyafəsində yürüyüş daha çox insan velosipedi olanlara artıra bilər. Deməli, bizim burada yürüyüşümüzün məqsədi odur ki, ümumiyyətcə Azərbaycanda bu velo yürüyüş hərəkətini deməli, son illər ümumiyyətcə Şahta Baba qiyafəsində bu biraz daha cəlbedici olacaq. Əslində biz sadəcə bu Bakı sakinlərdir, Bakı gələk qonaqlarını sevindirmək məqsədilə. Həm də əyləncəli olsun. Deyin ki, bu qədər Şahta Baba yürüyüş ne güzel yani sevinç bəxş edici o. Bakının mərkəzi küçələrində 100'a yaxın velosiped sürən Şahta Babalar Bakı insanlara salam verib bayramlarını təbrik ediblər. Şəhərə və sakinlərimizə yeni il ruhunu yayaq və göstərək ki, bayramlaşdırmaq əl çatan bir məqsəddir və hər bir sakin velosiped sürə bilər. Təbiətə avtomobillərdən fərqli. Yəni idman növüdür, həm əyləncə kimi baxmaq olar, həm Organizm üçün faydalıdır. Organizmin bir çox hissələri üçün, bir çox yəni orqanlar üçün daha faydalıdır. Mən bu yüzden uşaqlarla gəlmişəm misal üçün bura. Mənim uşaqlarım o işte balaca köpələrim var orada. Görürlər bu da velosiped sürən, çox belə həvəslənirlər. Artıq mənim oğlum mənə velosiped aldırıb yəni. Oğlum da sürür velosiped. Tez-tez belə fərqli yürüyüşlər. Ağdağın çöplərini sənət əsərinə çevirir. O çöplərdən müasir tarixi binaların formalarını düzəldir. Heydər Əliyev mərkəzi Bakının və rayonların bir çox tarixi tikililərinin maketini kibrit çöpləri ilə düzəldir. Ağdam rayonunun Zəngişalı kənd sakini 27 yaşlı Sərvər Abdullayevin işləri ürünləri təəccübləndirir. O, kibrit çöplərini bir-birinə yapışdıraraq, ölkə ərazisinin müxtəlif dövrlərə aid memarlıq üsulunda tikilmiş binaların və tarixi abidələrin maketini düzəldir. Nasıldı bu? İstedadlı